ABŞ İrandakı hədəflərin siyahısını hazırlayıb. Belə ki, Pentagon, ABŞ prezidenti Donald Trump'ın İran İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etməyə qərarı verəcəyi təqdirdə mümkün zərbələr üçün hədəflərin siyahısını hazırlayıb. Today Press TV xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə mayın 17-sində Trump Virginia ştatındakı qolf klubunda Milli Təhlükəsizlik komandasının əsas nümayəndələri ilə müşavirə keçirib. Görüşdə vitse-prezident J.D. Vance, dövlət katibi Marco Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe və xüsusi nümayəndə Steve Witkoff iştirak ediblər. Müşavirədə Pentagon nümayəndələri İranın enerji və infrastruktur obyektlərinə hücumlar da daxil olmaqla bir neçə zərbə ssenarisi təqdim ediblər. Görüş Trump'ın Çindən qayıtmasından qısa müddət sonra baş tutub. CNN-in məlumatına görə ABŞ lideri Tehranla danışıqların gedişindən narazıdır. Həmçinin dünya neft qiymətlərinə təsir göstərən Hörmüz boğazının bağlı qalmasından narahatdır.